Bismillahirrahmanirrahim. Mina Vasif, Əymən Zidan, Hüseyn İcac, Qasim Məlhət, Əli Şəqir, Xalid Əl-Amir və başqaları fəqihlərin imamı fiqhlər. Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil hakkı mueyyed Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil hakkı mueyyed علمه علم الرسول رأيه السهم المسدد كيف لا يرقى الثريا كوكب من آل أحمد صفوة من أصفياء وسليل الأنبياء ده إمام الفقهاء واسمه Filmin rejissoru Sami Əl-Cənadi. Birinci hissə. Səxir, sən niyə özündə deyilsən? O nə üzük məsələsidir? Hind. Bu məsələ üzük məsələsindən də böyükdür. Əmim İbn Ziyad malını, var-dövlətini mənə bağışladı. Hamısını? Hə. Düşünürəm ki, o özünə görə qorxur. Ya da qızına görə. Ya da bilmədiyim bir şey var. Hind, mənlə belə danışmağın xoşuma gəlmir. Başa düşdün? Əmim İbn Ziyadın özünə görə çox böyük hörməti var. Odur ki, Hind, xahiş edirəm, belə boş-boş fikirlərlə nə özünə, nə də mənə əziyyət vermə. Ümidvarım, məni başa düşdün. De görüm ağan hardadır? Ağamın yuxusu gəlirdi. Getdi yatmağa. Ağam, nəsə bir şey istəyirsiniz? Əmi. Əmican. Mən istəyirəm ki, sənin ticarətin yüksəkdə qalsın. Amma əgər üzük məndən olmasa, bu işi görə bilmərəm. İstəyirəm ki, sənin adın əvvəlki kimi bazarda necə idisə elə də qalsın, hə?
Qulaq as. Yaxşı qulaq as. Sən elədiyini başa düşmürsən. Cəmaatla da yaxşı rəftar edə bilmirsən. Niyə əmican? Mən sənin qardaşın oğluyam və sənin qızının əriyəm. Əgər ticarətin uduzsa, onda Zeynəb neyniyəcək, hə? Bilirsən, mən xoşluqla üzüyü səndən istəyirəm. Üzük sənin deyil. Üzük sənin deyil. Mənə bağışla, əmican. ألا أبلغ جماعة أهل مرو على ما كان من نئيم وضاد رسالة ناصح يهدي سلاما ويأمر في الذي ركبوا بزدي وأبلغ حارثا عنا اعتذارا إليه بأن من قبلي بجهدي ولولا ذاك قد زارتك خير من المصرين بالفرسان تهدي Kufə. Zeyd. Xalid yoldadır. Saraya tərəf gəlir. Onu zindandan gətirirlər. Hə Zeyd, mən istəyirəm ki, sən şəhadət verəsən. Nəyə şəhadət verməliyəm? Şəhadət ver ki, Xalid qəsri sənə pul verib. O mənə necə pul verə bilər? Mən ki ondan düşmənəm. Xoş gördük əzizim. Necəsən? Nə olub sənə? Xalid, niyə keyfin yoxdur? Xalid, sənin hesab dəftərində xeyli nöqsan gördük. Və bizə aydın oldu ki, sən etibarlı adam deyilsən. Səhv eləyirsən. Etibarlı adam olmasaydım, 10 il sədaqətlə onlara xidmət eləməzdim. Dostları ilə dost, düşmənləri ilə də düşmən olmazdım. Dediklərin mənə yaraşmaz. Bəsdir görək, ay Xalid, bəsdir. Dayan. Özünü sudan quru çıxartma. Biz bilirik ki, sən kiməsə pul göndərmisən. Zeyd ibn Əliyə. Bu da sənin növbəti böhtanın. Xalid. Ədəbli ol, Xalid. Öz əmirinə ehtiram qoy. Əgər mənə böhtan atmaq istəyirsənsə, Yusif, heç olmasa biraz məntiqə əsaslanmalısan. Ağlını işlətsən, heç də pis olmaz. Deməli, ikiniz də sözləşmisiniz, elədir? Bu bir həqiqətdir. Kufə əhli də buna şəhadət verir. Kufə əhli? Qaytarın bunu öz sarayına.
Amma sən, Zeyd, sənin üçün məktubum var. Möminlərin əmiri Hişam İbni Əbdülməlikdən. Qulaq as. Mənə elə gəlir ki, xaşına gələcək. Salam aleyküm ağam. Əleyküm salam, ey Cofi. Buyur əyləş. Sizə xəbər veriblər ki, ordu Kufəyə tərəf gəlir. Bəli, ey Cabir. Gör bunlar Peyğəmbər nəvəsini öldürməyə necə tələsirlər. Bəlkə bizə nəsə bir əmriniz var ağam. Mənim sənə heç bir əmrim yoxdur, ey Cabir. Allah bizdən təslim olmaq istəmişdi ki, bu da bizə atalarımızdan irs qalıb. Allah istəyib ki, Hüseyndən sonra heç bir şəxs qiyam etməsin. Bu da mənim cihad etməməyimə səbəb olub. Müsəlmanların malında bu təfrid nədir? Ey cahil oğlu. Məni öz nəsəbimlə çağırırsan, Xəmmar oğlu. Sənin öz atan və baban tayfada töhmət əhli idilər. Mən cəmaata hədiyyə vermişəm. Hədiyyə? Başqasının malı ilə hədiyyə verirsən? Heç öz malından hədiyyə vermirsən? Zeyddən torpaq alırsan, sonra da minnətsiz ona qaytarırsan? Cəmaata hədiyyə vermişəm. Amma torpaq yox. Deməli yox. Bu o kəslərin cəzasıdır ki, hesab dəftərində nöqsanı var və etibarsızdılar. Aparın bunu. Ona yaxşıca qonaqlıq verin. Hörmətlə rəftar eləyin. Bu ev İsa İbni İdris'indir. Bəli, ağam. Sen kimsen? Əbdülrəhmanam, Müslümün atası. Bəs burada ne işin var? Mən onun xidmətçisiyəm. De görüm ağan evdedir. Bəli, ağam. Gelin. Ağam, icazə Çəkil. verin, heç olmasa xəbər verin. Dayanın. İsa sensen. Bəli, İsa'yam. Aparın bunu. Nə olub ki? Məni də onunla aparın. Bunu da aparın. Özünüzü incitmeyin xanım. Allah atama rəhmət eləsin. Onu cənnət əhlinə qərar versin. Amin xanım. Ruhu şad olsun xanım.
qorxuram ey səxir. Əbu Vaili Təlhə öldürüb. Sən nə danışırsan? And içirəm. İndi bu söhbətin yeri deyil. Yox, istəmirəm. Qoy burada qalım. Əmmin yanında qalmaq istəyirəm. Ay əmmi, ay əmmi. Əmmican. Bizim... Neçə vaxtdır ki, səni narahat görürəm. Canım sənə fəda olsun. Fikrin nəyə qarışıb? Mənim fikrim qarışmayıb. Amma sən özündə deyilsən. Hişam, mən sənə kömək eləmək istəyirəm. Danış, ürəyindəkiləri mənə de. Yəni dövlət işlərində çətinliklərin belə çoxdur? Bəli, çoxdur beydə. Al bu şərabdan iç. Bəlkə əsəblərini sakitləşdirdi. Çox sağ ol beydə. Kufə. Nə xəbər gətirmisən? Zeyd nə vaxt çıxır? 2 nəfərdən xəbər verəcəm ki, onlar bilirlər Zeyd nə vaxt çıxacaq. Kimdir onlar? Küfəlidirlər. Birinin adı Əmirdir, o birisinin adı Tömədir. Onların işi mənli idi. Onlardan hər bir məlumatı özüm alacağam. Mənim öz yollarım var. Gərək biz onların arasında ixtilaf salaq. Kimdən nə vaxt istəyirsən kömək al. Əsası odur ki, biz onların arasında ixtilaf salaq. Xəbərin var? Bilirsən bizlə nə edəcəklər, hə? Mən heç bu haqda fikirləşmək də istəmirəm. Narahat olma. Mən bilirəm ki, onların dövləti dağılacaq. Çünki aralarında böyük ixtilaf var. Çin onları bürüyüb. Nə vaxt ay qardaş, nə vaxt? Bu yeməyi bir nəfər göndərib və sizi görmək istəyir. Çox sağ ol. Biz onu görə bilərik. Yox, orada çox adam var ki, sizi görmək istəyir, amma mən hər kəs üçün qapını aça bilmərəm. Bizi daha kim görmək istəyir ki? Dedi ki, mənim adımı eşidiblər. Onların içəri keçməyinə icazə versən, sənə hədiyyə verəcəm. Sən zindandasan, mənə necə hədiyyə verəcəksən? Sən heç narahat olma. Ağamız Seyid Xorasani sənin üçün hədiyyə göndərəcək. O nəyə görə belə elədi? Bilmirəm, vallahi bilmirəm, amma hadisə belə oldu. Nə gördüyünü mənə danış, Züheyr. Əmican, mən istəyirəm ki, sənin ticarətin yüksəkdə qalsın. Amma əgər üzük məndən olmasa, bu işi görə bilmərəm. İstəyirəm ki, sənin adın əvvəlki kimi bazarda necə idisə elə də qalsın, hə? Qulaq as. Yaxşı qulaq as. Sən elədiyini başa düşmürsən. Cəmaatla da yaxşı rəftar edə bilmirsən. Niyə, Əmican? Mən sənin qardaşın oğluyam və sənin qızının əriyəm. Əgər ticarətin uduzsa, onda Zeynəb neyniyəcək, hə? Bilirsən, mən xoşluqla üzüyü səndən istəyirəm. Üzük sənin deyil. Üzük sənin deyil. Məni bağışla, Əmican.
Əgər dediyin həqiqətdirsə, onda o qatildir, ondan qisas alınmalıdır. Sən hələ də mənim dediklərimə şəkk eləyirsən, ey səxir. Şəkk eləmirəm. Düz başa düş. Qazilər 2 nəfərin şahidliyini istəyəcəklər. Bəs neyniyək, hə? Mən onun yanında özümü təhlükəsiz hiss eləmirəm. Bir dəfə bu işi görübsə, ikinci dəfə də bu işi görə bilər. Düz deyirsən. Bu hadisədən xəbərdar olduğunu bilsə, qorxuram sənə də bir ziyan vurar. Onda heç kimə heç nə deməyəcəm. Düşünmürəm ki, Zeynəb və Luluya belə bir şey desəm, sir kimi saxlaya bilsinlər. De görüm, ey səxir, bəs indi neyniyək, hə? Mən bilmirəm. Bilmirəm o haqsız yerə adam öldürüb necə yaşayacaq. Necə? Bəs biz bu qatillə bir damın altında necə yaşayaq? Mədinə şəhəri. Ən yaxşı əməl nədir? Namaz qılmaq deyil, mənim ağam. Namazda insan üzürlü olur, ey zürarə. Bəli, ey ağam. Heyizli və nifaslı halda üzürlüdülər. Onda ən yaxşı əməl nədir? Oruc ola bilər. Ona görə ki, yayda oruc tutan çox çətinlik çəkir. İnsanın orucunu tərk etməsində üzürü var. Səfərdə olanda, ya xəstə olanda, ya da qocalanda. Cihad mənim ağam. İnsan qılınc və oxla qarşılaşır. Bundan çətin əməl ola bilər? Bəs insanın bu səbəblərə görə üzürü yoxdur? Bəli, üzürü olur. Həcdə o cürdür, ey mənim ağam. Gücü olmayan əməllərdən azaddır və kasıb olan şəxs zəkatdan azaddır. Onda ən yaxşı əməl hansıdır, ey ağam? İslam 5 əməl üstündə qurulub. Namaz qılmaq, zəkat vermək, Allahın evini ziyarət etmək, Ramazan ayında oruç tutmaq və vilayətə boyun əymək. Bu vilayət biz əhl-i beytindir. Allah onun 4-ünü üzürlü hesab etdi. Amma vilayətdə üzür yoxdur. O şəxs ki kasıbdır. Zəkat və həc ona vacib deyil. Xəstə olan şəxslər namazı oturaq halda qıla bilər və oruç tutmaya bilər. Amma vilayətdə sağlam və yaxud xəstə, varlı və ya kasıb fərq etməz. Gərək vilayətə itaət etsin. Bəs bundan üstünü nədir, ey ağam? Vilayət hamısından üstündür. Çünki hamısının açarıdır. Qulaq as, ağan Zeynəbin irsindən sənə xəbər verib? Mənim xəbərim yoxdur. Heç kimdən xəbərim yoxdur. Xəbərin yoxdur? Yox. Rədd ol gözümün qabağından. Zeynəb! Nə olub Təlhə? Sən bilmirsən, mərhum hansısa bir şeyə sahib idi? Yox. Xəbərim yoxdur. Hər şey bax burada yazılıb. Amma bazarda deyirlər, o hər şeyi satıb. Atamdan sonra mal dövlətin nə qiyməti var? Bu sözü sən deyirsən. Bəs mən sənin həyat yoldaşınam. Özünün də kifayət qədər mal dövlətin var. Bəs mənim atamın irsindən nə istəyirsən? Sənin atan kəndin yarısına malik idi. İndi isə heç nəyə malik deyil. Mən də başqaları kimi tacir olacağam. Sənin atan mənim arzularımı öldürdü. Təlhə, məyər indi bu söhbətin yeridir? Bugün necəsən Übeydə? Allaha şükür, yaxşıyam. Çünki elə bir həyat yoldaşım var ki, məni qəlbinin ərşinə mələkə qərar verdi. Qəlbimin ərşinə, yaxud Şamın ərşinə? Sənin məhəbbətin mənə kifayət eləyir.
İstəyirsən ki, Hişam biraz istirahət eləsin? Yox. Məhəbbət ərşi bu tezliklə getdi. Səni çox istəyirəm Übeydə. Bu Əbu Müslim Xorasanidir. Məni tərbiyə edəndir və mən onun nökəriyəm. Onda xalis insanların simasını görürəm. Biz onu uşaqlıqdan tanıyırıq. Haşimin övladlarını çox istəyir və onlara sadiqdir. Onu da özünüzlə götürün. İşinizdə sizə köməyi dəyər. Amma biz bilmirik ki, başımıza nə gələcək. Yəbnə hədid, de görüm... Bura gəlməyinin səbəbi nədir? Bu Əbu Valin mülkləridir. Bu yerlər sənin adınadır? Hökmən bu saxtadır. İbn Ziyadın vəsiyyətinə əsasən, bu sənədlər əslində mənim adım olmalıydı. Amma mən başqa cür elədim. Onda kimindir? Kimin adınadır, hə? Onun qızının və vərəsəsinin. Allahın izni ilə mülkün gəliri ayın axırında gələcəyi bu sənədlərsə, onun və mənim haqqımı qoruyur. Bu nə sözdür sən danışırsan, hə? Bunu mərhum demişdi. O hikmətli insan idi. Həm də səxavətli tacir. Bəs mülkü satmaq istərsə necə? Onun yalnız gəlirdən istifadə eləmək haqqı var. Məyər o sənə belə dedi? Yox. Bunu mən dedim. Bu nə sözdür kişi? Dediyin sözləri nə ağıllı qəbul eləyər, nə də ki dəli. Məyər ağıl qəbul eləyir ki, onun tacir, ağı olan yeznəsi qala-qala sənə vəsiyyət eləsin? Əgər sən ölsən, bu mülk sənin xanımın Hində çatacaq, dəmirçi. Hə? Necə istəsəm elə də olacaq. Bunun sənə heç bir dəxli yoxdur. Onda Hind kənddə ən varlı xanım olacaq. Hətta səndən də varlı. Bunu nəzərə al. Hardadır mərhumun üzüyü? Üzük etibarlı əllərdədir. Əmim öləndən sonra sən onun üzüyünü götürdün. Bunu bilirəm. O yataqda ikən məni çağırdı və üzüyü verdi. Əmr elədi ki, ona qəyyum və əmanətçi olum. Hətta vəfatından sonra qəza namazlarını da qılmağı mənə tapşırdı. De görüm, bu maldan özünə nə qədər götürəcəksən? Şükür ki, bu mala ehtiyacım yoxdur. Məyər sən mələksən, peyğəmbərsən və yaxud mənə kələk gəlirsən, dəmirçi? Öz malın mənə kifayət eləyir. Əmin üzüyünü mənə verdi. Vəsiyyətini də mənə tapşırdı. Bunu aciz insanlara etibar eləmədi. Zeynəb xanım, atan əmr elədi ki, necə istəyirsənsə bu mülklərdən istifadə edə bilərsən. Mən də buna əməl elədim. İstəyirsən sat, istəyirsənsə öz halına burax. Amma yox. Qərara gəldim ki, hələlik bu mülklər öz ixtiyarımda olsun. Sənə isə yalnız 1/4 hissəsini verəcəm. Amma onun ərinin başqa bir fikri var. Burada hər şeyə mən qərar verirəm. Ey Səxir, Səxir! Ver sənin əlini öpüm. Əstağfurullah. Nə olub Züheyr? Allah məni sənə fəda eləsin. Ürəyimizdəkilərin hamısını ona dedin. Mən elə bir şey eləmədim. Dediklərimin hamısı həqiqət idi. Sən həqiqəti deməklə bizim ürəyimizi sevindirdin. Amma ona tam cavab vermədin. Başa düşmədim. Mərhum, bütün var dövlətini, mülkünü sənin adına yazdı, sonra öldü. Sənin xanımın və övladların bu mala varis olacaqlar, amma Zeynəb yox. Alimlərdən öyrəndim ki, vəsiyyətə və boynumda olan işlərə əməl eləyim. Cəmaatın hüquqları tapdalanmasın deyə. Bil ki, vəsiyyət haqdır.
Və Peyğəmbər salavatullah vəsiyyət eləyib ki, Allahın salamı. möminlər də vəsiyyət eləsinlər. Allaha and içirəm ki, əgər sən tanınmış nəsildən olsaydın, səni kəndin ağsaqqalı eləməmiş, səndən əl çəkməzdim. Səxir, Bəli, qardaşım. istəyirəm xiftən namazından sonra yanıma gələsən. Xeyirdir inşallah. İnşallah xeyirdir. Qonağım var. Sənlə birlikdə qonağı qarşılamaq istəyirəm. Bizlə bir neçə qardaşlar da olacaq. Allahın izni ilə. Səxir, Görüşürük. istəmirəm bu işdən biri xəbərdar olsun. İnşallah. İmam Sadiq haqqında nə deyə bilərsən, ey Əbəl Hüseyn? Bilin ki, Cəfər ibn Muhammed bizim dünyada və dində imamımızdır. Sizə gizli deyil ki, Bəni Ümeyyə zindanda onlara necə əzab və əziyyət verir. Vallah, bizim aqibətimizin necə olacağını bilmirəm. İndi neyniyək, ey Hüseynin atası? Biz tayfana vədə vermişik. Hişamın əskərlərinin əli bizə çatmasın deyə vədənizdən çıxın. Ey Hüseynin atası, məyər bunları gözləyirdin? Bəli, imani. Allah onların köməyi olsun. Düşmən 100 min əskərlə Mədinəyə girməyimin qarşısını almışdı. Artıq hamınızın Bəni Üməyyənin əməllərindən xəbəri var. Onlar zülümkardılar. Öz kinlərindən əl çəkmirlər. Cəmaatın gözündən də düşüblər. Düzdür. Onda nə etmək istəyirsiniz? Mən görürəm sən çox dəyişilmisən, ey Şəbil. Demək istəyirəm, bəlkə sənin təzə fikrin var. Bəli, ey övün. Hər şeydən əvvəl istəyirəm cəmaatı zülümdən qutarım. Onları yaxşılığa dəvət eləyim, pislikdən uzaqlaşdırım və İmam Hüseynin yolunu davam eləyək. Salam olsun ona. Bizim köməkçilərimizdən Xorasanda, Kufədə, Mədinədə, Bəsrədə və Hirdə də var. Qılıncla çıxmağa icazə verirsən? Yox, belə bir işə icazə vermirəm. Lakin biz gərək tələsməyək, biraz səbr eləyək. Qılınc. Başqa heç nə. Əgər qılınc olsa, onda bu zalimlar heç nə eləyə bilməyəcəklər. Quranda deyilir, Allah zalim insanları sevməz. Düz dedin, qardaş. Allah özü bizə bu işimizdə kömək olsun, axırını xeyrə çatdırsın. Məhz elə ona görə də bizim şüarımız Peyğəmbər və Əhl-i Beytinin razılığıdır. Peyğəmbər Əhl-i Beytinin razılığı? Bu nədir? Niyə Peyğəmbər Əhl-i Beytinin razılığı? Bilmirəm. Bu bir şüardır ki, bizə Məhəmməd İbni Əli, İbni Abdullah, İbni Abbas verdi. Və biz hamımız bu şüarı deyirik. Cəmaatın çoxu bu şüara iman gətirir. Eşitdiniz? Zeyd İbn Əli qiyam elədi. Bəni Ümeyyə ilə mübarizəyə başladı. Mübarizəyə başlayıb? Zeyd İbni Əli İbni Hüseyn? Bəli, əgər uzaq olmasaydı, Kufədə ona qoşulardım. Düz dedin. Amma Kufə ilə bizim aramızda düz 5 günlük yol var. O da ki, əgər atın surətli çapan bir atdısa. Bir də ki, yolda Şam ordusu ilə üzləşmək təhlükəsi də var. Lulu. Bəli, xanım, eşidirəm. Hindin halı necədir? Lap yaxşıdır, narahat olmayın. O ərini çox istəyir.
Əlbəttə, çox istəyir. O da onu çox istəyir. Məncə o da onu çox istəyir. Onun qayğısına çox qalır. Onunla kobud danışmır, ona əsəbləşmir. Və siz necə ay xanım? Öz halınızdan razısınız? Neçə vaxtı sizə fikir verirəm. Nə bir şeyi pisləyirsiniz, nə də alqış duyursuz. Axı sənə nədən danışım? Məyər Züheyr Təlhə kimi sənə həyatın acılığını dadızdırır? Danışsaz nə olacaq ki? Yaxşı ki, Səxir o malları öz adına yazdı. Təlhə mənə heç bir şey hirs qoymadı. Nəyə görə ay xanım? Məyər Səxirdə olanlar sizin deyil? Məyər ağam Təlhə onu sizdən alır? Lulu, bu işin var dövlətlə əlaqəsi yoxdur. Amma Amma nə xanım? narahatam. Lulu, mən bilmirəm onun ürəyində nə var. Elə bil tanıdığı hər kəsdən intiqam almaq istəyir. Ən çox da ailəsinə görə. Mən indi neyniyim? Zeyd İbn Əli döyüşə çıxır. Amma mən ondan uzağam. Allahım, çox istərdim ki, bir gün Peyğəmbərin övladları ilə birlikdə döyüşə çıxım. Quranda lənətlənmiş nəslin köklərini çıxardım, budaqlarını kəsim. Əhli beytə həqiqi köməkçi olum. Mən bu evdə bir təmiz paltar tapa bilmirəm. Təlhə, niyə qışqırırsan? Deyəsən məni xidmətçi ilə səhv salırsan. Öz ağanın qarşısında sən xidmətçisən, bildin? Nə baxırsan? Axı sən mənə niyə belə baxırsan? Get mənə təzə paltar gətir, tacirlərlə görüşüm var, cəld ol, tələs! Nə baş verir? Elə bil əskərlərə cin şeytan girib. Bütün kişi və qadınları saxlayırlar. Çantalarını yoxlayırlar. Üzlərinə diqqətlə baxırlar. Görəsən niyə çantalara və üzlərə baxırlar? Deyirlər bir neçə gün bundan qabaq bir əskər öz evinin qarşısında öldürülüb. Öldürülüb? Bəli, eşitmişəm ki, onun başını qoyun kimi kəsiblər. Bu üçüncü qoyundur. Yəni üçüncü əskərdir ki, bu ayda başını kəsirlər. Mən elə gəlir ki, qatili axtarırlar. Film 2013-cü ildə Salam studiyasında dublyaj olunmuşdur. Dublyajın rejissoru Natiq Şəkərəliyev, tərcümə edənlər Rəhman Abdullayev, Fərid Camalov, redaktor Vüqar Həsənov, qrafika Elmar Vəliyev, dublyajın baş prodüseri Emin Abbasov. Filmi dublyaj etdilər İlham Əskərov, Kazım Abdullayev, Nəcibə Hüseynova, Ofeliya Novruz qızı, Gülnarə Zülalova, Qədir Mirzə, Vüsal Xalıqoğlu, Rövşən Məmmədli, Pərviz Məmmədrızayev. Texniki dəstək Butafilm Kino şirkəti.